Herkese salam, kanalıma hoş gəlmisiniz. Bugün sizlerle birlikte 6. sınıf ümumləşdirmənin davamını izah edəcəm. 16. sualdan 28. sual daxil olmaqla. Deməli, 16. sualdan başlayaq. Mühəndis maşının 12%-ni maşını üçün xərcləyir. Bu xərcin 20%-i yanacaq üçün xərclənir. Mühəndis hər ay yanacaq üçün 48 manat xərcləyirsə, onun maaşı neçə manatdır? Deməli, məndən maaşı soruşur, düzdür. Mən də bilirəm ki, bilmədiyim şey riyaziyyatda dəyişənlə, yəni x-dən ifadə edirəm. Deməli, bu oldu bizim maaşımız. Maaş. Maaşı işarə elədim x ilə. İndi deyir ki, maaşının 12%-i maşın üçün xərclənir. Yəni x-in 12%-ni tapıram. Vururam 12-yə, bölürəm 100-ə. Bu oldu bizdə maşın üçün olan xərc. Daha sonra deyir ki, bax bu xərcin, yəni %12x-in bu xərcin neçə faizi? 20%. 20%-ni tapıram, vur 20 böl 100. 20%-i bərabərdir. Nəyə bərabərdir? Yanacaq üçün olan xərcdir. Və yanacaq üçün olan xərc hər ay 48 manatdır. Deməli, bu ifadə bərabərdir 48-i. İndi burada ixtisarlarımı aparıram. Birinci, sıfırlar ixtisar gedir. Daha sonra burada 4'e ixtisar apara bilərəm. Məxrəcdə qalacaq 25. Burada da yenə 2'ye ixtisar aparıram. 1, burada da 5. İndi x-in əmsalı olacaq. Sürətdə 3 vur 1, yəni 3. Məxrəcdə də 25 vurulsun 5. Bu da olur 125. Bərabərdir 48'e. İndi bunu hesablayanda hər tərəfi 3'e ixtisar apara da bilərsiniz. Elə 3'e ixtisar aparsam burada 1 qalır. Burada 48 3'e ixtisar aparanda 16. Bunun da məxrəci nədir? 1'dir də yazılmayan. Çarpaz vururam tənasübün xassəsinə əsasən. X vurulsun 1 bərabərdir 16 vur 125. X da bərabər olacaq bizdən deməli 2000-ə. Deməli maaşımız 2000 manatmış. Sonra 17-ci suala keçirik. 17-ci sual deməli bizə deyir ki, y dəyişəni x dəyişənindən düz və ya tərs mütənasib asılıdır. Bu asıllığın müəyyən edin və cədvəl tamamlayın. Deməli, birinci A bəndinə baxsam, ümumiyyətlə düz asıllıq və tərs asıllıq necə idi? Birinci onu yadımıza salaq. Düz mütənasib olanda iki kəmiyyətin, yəni y və x-in nisbəti hər zaman sabit qalırdı. Yəni dəyişmirdi. Amma tərs asıllıq olanda, tərs mütənasib asıllıq, burada verilmiş iki kəmiyyətin, yəni y və x-in hasili sabit qalır. Hasili sabit qalır. Yəni dəyişmir. İndi məsələn, A variantında fikir verirsinizsə, burada 3 və 8-i veribdir, bir də 2 və 12-ni veribdir. 3 və 8-in hasili nədir? 24. 2 və 12-nin də hasili yenə 24'dür. Deməli, burada hasillər sabit qalıb. Hasil sabitdirsə, deməli, tərs mütənasib asıllıdır. Yəni, A variantı oldu tərs mütənasib. Və cədvəl tamamlayın deyir. İndi y-i tapmaq üçün x və y-in A variantında hasili sabitdir. Yəni, 24'dür. İndi x-in nədir? 6. Deməli, buradan yazaq. X-imiz 6'dır. X və y-in hasili sabitdir. 24'dür. İndi x vurulsun y. Yəni 6 vurulsun y-i bilmirəm neçədir. 24 olmalıdır. Deməli y bərabərdir 4'ə. Deməli burada olacaq 4. Eyni qaydada x 1 olarsa, x bərabər 1'dirsə 1 vurulsun y bərabərdir 24'ə. Deməli y də elə 24'ə bərabərmiş. Burada da olacaq 24. İndi B bəndinə baxıram. Baxıram ki, burada 2 və 8 verilib, bir də 4 və 16 verilib. Bunların isə hasili yox, nisbəti sabitdir. Baxın, 2-nin 8-ə nisbəti bərabərdir 4-ün 16-ya nisbətinə. İxtisar elədikdən sonra burada 4'də 1 alınır. Burada da yenə 4'ə ixtisar aparsam 1, 4. Deməli, burada iki kəmiyyətin, yəni x və y-in nisbəti sabitdir və 4'də 1'ə bərabərdir. İndi gəlin cədvəl tamamlayaq. X bərabər 6 olarsa, 6 bölünsün y bərabərdir 4'də 1'ə. Buradan da çarpaz vururam. 1 vur y, 6 vur 4'dür. Deməli, y neçəymiş? 24. Gətirirəm burada yerinə qoyuram.
Daha sonra x bərabər 1 olarsa 1 bölünsün y bərabər 4-də 1-ə. Elə buradan avtomatik görünür ki, y də elə 4. Bu da olacaq 4. 18-ci suala baxaq. Deməli, mağaza aldığı malın üzərinə 20% gəlir əlavə etdikdən sonra onu 180 manata satır. Mağaza bu maldan nə qədər gəlir əldə edir? Belə yetdə biz malın qiymətini bilmirik. Malın qiyməti olsun x manat. İndi deyir ki, 20% gəlir əlavə etdikdən sonra ümumiyyətlə malın ilkin qiyməti hər zaman 100%. Bunu yadınızda saxlayın. Əgər 20% gəlir əlavə edibsə, toplama olurdu. Gəlir olanda biz toplama eləyirik. Yəni 100%-in üzərinə 20%-i gəlirik. Bu da olur 120%. Deməli, 20% gəlir əlavə etdikdən sonra x-in tapmalıyam 120%-ni. Vur 120 böl 100. Yəni, gəlirlə satılan qiymət x vur 120 böl 100. Bu da bizdə 180 manatdır. Gəlirdən sonra satılan qiymət 180 manatdır. İndi burada yenə ixtisarlarımı aparıram. Alınır 12x böl 10 bərabərdir 180. Bunun da məxrəci 1-dir. Çarpaz vuran zaman 12x bərabərdir 1800, x də bərabərdir 1800 böl 12. Bu da olacaq 150 manat, düzdür? Aha. İndi mənə deyir ki, nə qədər gəlir əldə edir? Bu bizdə malın qiyməti idi, düzdür? Malın qiyməti oldu 150 manat. Nə qədər gəlir əldə edibdir? 150 manat malın qiymətidir, amma satıldığı qiymət 180 manatdır. Onda burada gəlir nə qədərdir? 180-dən çıxıram 150-ni. Bu da olur 30 manat. 19-cu sual. Plan üzərində iki məntəqə arasındakı məsafə 8 cm-dir. Bu məntəqələr arasındakı həqiqi məsafə isə 40 metrdir. A bəndində bizə deyir ki, planın miqyasını tapın. Miqyasın düsturu bizdə necə idi? Miqyas bərabərdir. Təsviri ölçü bölünsün real ölçüydü. Düzdür? İndi bizdə təsviri qiymət 8 cm-dir. Düzdür? Plan üzərindəki qiymət 8 cm-dir. Onda miqyas bərabər olacaq. 8 cm bölünsün. Real qiymət nədir? Yəni həqiqi məsafə nədir? 40 metr. Aha, 40 metrə bölməliyəm. Amma burada diqqətli olmalısınız ki, vahidlərimiz eyni olsun. Santimetr olmalıdır burada və yaxud da metr olmalıdır. Onda gəlin biz burada 40 metri çevirək santimetrə. Mən bilirəm ki, 1 metr 100 santimetrdir. Düzdür? Onda 40 metrdə 40 vurulsun 100 olacaq. Yəni 4000 santimetr olacaq. Burada belə yazaq. 8 bölünsün 4000. Bu da ixtisar olunur. 1 bölünsün 500. Deməli, miqyasımız 1-in 500 oldu. Bu oldu bizim miqyasımız. A bəndi tamamlandı. İndi B bəndinə baxaq. Deyir ki, bu planda düzbucaqlı formalı evin uzunluğu 3 cm və eni 1,6 cm olarsa, bu evin həqiqi sahəsi neçə kvadrat metrdir? Aha. Miqyasımız bizdə 1 bölünsün 500 oldu. Düzdür? Bərabərdir. Təsviri ölçü böl real qiymət. Təsviri qiymət, məsələn, uzunluq 3 cm-dir. 3 bölünsün, bura bir x yazırım. Bu bizdə olur, deməli, uzunluğu 3 idi, düzdür? Uzunluqdur bu. Uzunluğun qiymətidir. Həqiqi qiymətidir. Uzunluğun həqiqi qiyməti. Bunu çarpaz vuranda x bərabər 1500 cm alınır. 1500 cm-də bizdə 15 metrə bərabərdir. İndi gəlin biz bunun enini tapaq. Yenə 1 bölünsün 500 bərabərdir. Deməli, eninin təsviri qiyməti 1,6-dır. 1,6 bölünsün. Burada bir y yazıram. Bu da olsun eni. Yenə çarpaz vururam. Y bərabərdir. Deməli, 500 vur 1,6. Burada vergülü silirəm. Bir dənə 0 da silirəm. 50 vur 16 olacaq deməli cavabımız. 50 vur 16. 5 16-ya vuranda 80. Bir dənə də 0 əlavə edirəm. 800 cm. 800 cm-də
bərabərdir 8 metrə. Deməli, bizim burada uzunluğumuz oldu 15 metr, enimiz oldu 8 metr. Məndən evin həqiqi sahəsini istəyir. Sahə də bərabərdir. En vurulsun uzunluq, yəni x vur y. 15 metr vur 8 metr. Biraz aşağı keçsək, 8 metr. 15'i də 8'e vuranda alınır burada 120 kvadrat metr. 20-ci suala baxırıq. Deməli, düz mütənasib asıllığın qrafiki 2-6 nöqtəsindən keçir. Uyğun düsturu yazın, cədvəl tərtib edin və qrafik qurun. Bu qrafikin üzərində yerləşən B və C nöqtələrinin məhsul koordinatlarını tapın. Birinci, düz mütənasib asıllığın düsturu y bərabər k vurulsun x şəklində idi. İndi mən buradan k-nı tapmalıyam, düzdür? Deməli, A-nın koordinatları verilib. A-nın koordinatları 2-6 şəklindədir. Birincisi yazılan, bilirəm ki, x-in koordinatıdır. İkinci yazılan y-in qiymətidir, düzdür? Gətirirəm, qoyuram yerinə. Y-in yerinə 6 yazıram. 6 bərabərdir. K vurulsun. X-in də yerinə 2 yazıram. Buradan alınır ki, K bərabərdir. 6 böl 2, yəni 3. Onda düsturumuz belə olur. Y bərabər. K-nın yerinə 3 yazıram. 3 vurulsun X. Bu oldu bizim düz mütənasib asıllığımızın düsturu. Daha sonra isə bizə deyir ki, cədvəl tərtib edib qrafik qurun. Deməli, mən onu cədvəlin şəklini əvvəlcədən çəkim, sonra videonu davam elətdirim bir dəqiqə. Deməli, cədvəli qurdum. İndi gəlin qiymətlər verək. Məsələn, x-a 0 verdiyimiz zaman 3 vurulsun 0. Onda y-də olacaq elə 0. X-a 1 verdiyimiz zaman 3 vurulsun 1. Y bərabər olacaq 3-ə. X-a 2 verdiyimiz zaman 3 vurulsun 2. Y olacaq 6. Məsələn, x-a buradan mənfi də gerək verərdim. Məsələn, mənfi 1 versəm, mənfi verməmişəm çünki 3 vurulsun mənfi 1 olacaq mənfi 3. İndi bunun qrafikini quran zaman deməli, mən burada qrafikdə kənarda çəkdim, göstərdim. Deməli, verilən nöqtələri 1 olan zaman y-imiz 3 olur. X 2 olan zaman y 6 olur. Burada nöqtələrdən keçən 0, 0-dan bir də mənfi 1 verəndə mənfi 3. Bu 4 nöqtədən keçən qrafiki, yəni düz xətti çəkmişəm. Yəni bu düz xətt sonsuz sayda, yəni uzana bilir. Daha sonra bizə deyir ki, B və C-nin koordinatlarını tap. Deməli, B-nin koordinatları necədir? X-i m-dir, y-i 15-dir. Bizim düsturumuzda eynidir də. Y bərabər 3x-dir. X-in yerinə burada m yazılıb, y-in yerində 15 yazılıb. Yazıram ki, 15 bərabərdir, 3 vurulsun m. Buradan da m bərabərdir, 15 böl 3. Bu da olur 5. Deməli, m oldu 5. İndi C-nin koordinatlarına baxıram. Burada x-i 4'dür, y-i n'dir. Bu da olacaq. Yine eyni düsturdan yerine qoyanda n bərabərdir. 3 vurulsun x-im 4'dür. N də olur 12. 21-ci suala baxırıq. Deməli, müştəri bank hesabına illik artım faizi 10% olmaqla 800 manat pul qoydu. A bəndində deyir ki, 2 ildə, 3 ildə, 5 ildə artım nə qədər olar? 800 manat pul qoyulursa, bunun 10%'ni tapsam, vurulsun 10 bölünsün 100. Vur 10 böl 100. Sıfırlar ixtisar gedir. 8 vurulsun 10. 80 manat. Bu nə deməkdir? Yəni, bir ildə qoyulan məbləğdə 80 manat artım olur. Düzdürmü? Yəni, bir ildəki artımdır bu. Artım. İndi mənə deyir ki, 2 ildə nə qədər olar bu artım? Bir ildə artımımız 80 manattırsa, tənasib qururam. 2 ildə olacaq x manat. İndi x-i tapıram. Düz mütənasib olduğu üçün çarpaz vururuq. X olur 160 manat. Və yaxud da 3 ildə soruşur burada. 1 ilə 80 manat artımı var. 3 ildə yenə x manat. Buradan x-i tapıram. 3 vurulsun 80. 240 manat olur. Və 5 ildə deyir. 1 ildə 80 manat artımı var.
5 ildə x manat yazıram. Buradan x-i tapıram. 5 vur 80, 400 manat artım olur. A bəndi bitdi. İndi B bəndinə baxıram. B bəndində bizə deyir ki, neçə ildən sonra artım ilkin məbləğə bərabər olar. Yəni artım ilkin məbləğim 800 manatdır. Artım bərabər olmalıdır 800 manata. Normalda 1 ildə artımımız 80 manatdır. Neçə il sonra bilmirəm. X ildə artımımız olmalıdır 800 manat. Yenə də düz mütənasib asılılıqdır. Çarpaz vururuq. 1 vurulsun 800 bərabərdir. X vurulsun 80. X da bərabərdir 800 vur 80 digər tərəfə böl 80 kimi keçir. Bu da olur 10. Deməli 10 ildən sonra artım ilkin qiyməti bərabər olacaq. İndi isə baxırıq 22-ci suala. Deməli deyir ki, bizə şəklə əsasən x-i tapın, düzdür? Deməli, mən bilirəm ki, üçbucağın daxili bucaqlarının cəmi 180 dərəcə olmalıdır. İndi burada birinci üçbucağıma baxsam, gəlin bunu adlandıraq. A, B, bura olsun 1, C. ABC üçbucağına baxsam, burada bucaq, bax bu bucağı deyirəm. A, C, B bucağını tapmaq istəyirəm. Bucaq A, C, B. Bax bunu nəzərdə tuturam. A, C, B bərabərdir 70, 75 və ACB bucaq olsun hər hansı bir alfa. Gəlin bunu bir alfa ilə işarə edək. Aha. Bura olsun bir alfa. Alfa ilə işarə edirəm. ABC üçbucağının daxili bucaqlarının cəmi 180 olmalıdır. 70 üzərinə gəlinsin, 75 üzərinə gəlinsin alfa. 180 olmalıdır. Onda alfa bərabərdir 180 çıx 145. Bu da olur 35 dərəcə. Deməli, alfa bucağını tapdım ki, 35 dərəcədir. Bunu da düzəldək. Aha. İndi 35 dərəcənin, baxın burada qonşu bucağı var. Həmin bucaq tapmaq olar. Qonşu bucaqların cəmi 180 dərəcədir, düzdür? Onda 35-in qonşusu olacaq 145 dərəcə. Daha sonra burada D, Y, F3 bucağına baxırım. D, Y, F3 bucağına. D, Y, F3 bucağının da yenə daxili bucaqlarının cəmi 180 dərəcə olmalıdır. Yəni 65 dərəcə üzərinə gəlinsin, 30 dərəcə üzərinə gəlinsin D, F, Y bucağı. Bunu da bir beta ilə işarə edirəm. Bərabər olmalıdır 180 dərəcəyə. Yəni 95 dərəcə üzərinə gəlinsin beta 180 olmalıdır. Beta da bərabərdir 180 çıx 95. Yəni 85 dərəcə. Deməli betanı da indi gəlin buradan silək, qiymətini yazaq. Aha. Bu da oldu. Neçə dərəcə bizdə? 85 dərəcə. Məndən istəyirdi burada x bucağını tapmağımı. İndi F, C, bir də burada üst bucağımız var. Yəni təpəmiz var. Bunu da bir R ilə işarə eləsəm. R, F, C üst bucağına baxsaz, daxili bucaqların cəmi yenə 180 dərəcə olmalıdır. Yəni 85 dərəcə üzərinə gəlinsin. 35 dərəcə üzərinə gəlinsin. Bu R bucağı, ya da R bucağı kimdə yazıram? Bucaq R bərabər olmalıdır 180 dərəcəyə. 120 dərəcə plus bucaq R 180 olmalıdır. 180 dərəcə. Onda bucaq R bərabərdir 60 dərəcəyə. Burada oldu 60 dərəcə. İndi mən bunları, deməli 2 dənə təpə nöqtəm yenə qaldı. Biri olsun G, biri olsun, tutaq ki, H. R, G, H. Baxın, bu üç bucağa baxsaq, yenə də daxili bucaqlarının cəmi 180 olmalıdır. Yəni, bucaq R 60 dərəcə, üzərinə gəlinsin C bucağım, yəni 80 dərəcə, üzərinə gəlinsin X. Cəmi olmalıdır 180. 140 üstə gəl, X 180 olmalıdır. Onda X da neçəymiş? 40 dərəcə.
23-cü suala baxırıq. Deməli, deyir ki, bizə 23-cü sual. Sinifdəki 25 şagirdin 40% qızlardır. 25-in tapıram 40%-ni vurulsun 40, bölünsün 100. 25-i ixtisar aparanda məxrəcdə 4, sürətdə 1 qalır. 40 böl 4 də 10-a bərabərdir. Deməli, sinifdə 10 qız şagird var. Onda oğlanların sayı da olacaq 15 nəfər. 15 nəfər də oğlan var, düzdür? Yəni, cəmi 25 nəfər var. Onda qızlısa 15 nəfər də oğlan olur. Deyir ki, qızların 30%. Qızlar 10 nəfərdir. 10 vurulsun 30, bölünsün 100. Sıfırlar ixtisar gedir. Elə 3 nəfər olur. Deyir ki, bu əlaçıdır. 3 nəfər qız əlaçıdır. Daha sonra isə oğlanların 20% əlaçıdır. Oğlanlar 15 nəfərdir. 15-in tapıram 20%-ni. Vur 20 böl 100. 20-yə ixtisar gedəndə sürətdə 1, məxrəcdə 5, 15-i də 5-ə böləndə 3 nəfər. Oğlanlardan da 3 əlaçıdır yenə. Əlaçı şagirdlər 3 nəfər qız, 3 nəfər oğlan. Cəmi neçə əlaçı var? 3 üstə gəl 3. 6 nəfər əlaçı var. Bizə deyir ki, əlaçı şagirdlər sinifin neçə faizini təşkil edir? Əlaçı şagirdlər 6 nəfərdir. Bütün sinif 25 nəfərdir. Onda əlaçılar bütün sinifin 25-də 6 hissəsini təşkil edir. Bizə deyir neçə faizini təşkil edir? 25-də 6-nı vururam 100%-ə ki, cavabımız faizlə alınsın. 25-ə ixtisar aparıram. Məxrəcdə 1, sürətdə 4, 6-nı 4-ə vururam. 24%. 24-cü suala baxırıq. Deməli, bizə deyir ki, 20 litrlik və 30 litrlik qablar üzərindəki xətlərlə bərabər hissələrə bölünüb, kiçik qabdakı mayenin 32%-ni, böyük qabdakı mayenin isə 45%-ni spir təşkil edir. Bu mayeləri qarışdırdıqda alınan mayenin tərkibində neçə faiz spirt var? Deməli, birincisi neçə hissəyə bölünüb? 1, 2, 3, 4, 5 bərabər hissəyə bölünüb. 20 litrlik qabdır. 5 bərabər hissəyə bölünüb. Onda hər biri 4 litr bölünüb, düzdür? Baxıram ki, bunun 2 dənə hissəsi tam doludur. Yəni, 4 vurulsun 2. 8 litr var. Birinci qabda maye 8 litrdir. İkinci qab 30 litr tutur. 30 litri neçə hissəyə bölüb? 1, 2, 3, 4, 5 bərabər hissəyə bölüb. Onda burada hər hissədə 6 litr var. 1, 2, 3. 3 dənəsi su ilə doludur, yəni maye ilə doludur. 6 vurulsun 3. Burada da vur işarəsi görsəm. 6 vur 3, yəni 18 litr maye var. Deməli, mən burada artıq nəyi tapmış oldum? Birinci və ikinci qabdakı mayələrin miqdarını tapdım. Bizə deyir ki, kiçik qabdakı mayenin 32%-ni, böyük qabdakı mayenin 45%-ni spir təşkil edir. Bu mayeləri qarışdırdıqda alınan mayenin tərkibində neçə faiz spirt var, düzdür? Biz bunu qablar üsulu ilə həll edirdik. Qabları qarışdırır və yekunda deyir ki, neçə faiz spirt var, onu tapmaq istəyir. Birinci neçə faizlidir? 32%li. İkinci 45%lidir. Və bizə deyir ki, yekunda deməli, qarışdırdıqda alınan mayelər neçə faizdir? Burada bir x faiz yazıram. Birinci maye neçə litr idi? 8 litr. İkincisi 18 litrdir. Bunları topladım, yəni qarışdıran zaman 8 üstə gəl 18, yəni 26 litr alınır. Qaydamız da belə idi ki, hasillər, yəni 32 vur 8, üzərinə gəl. 45 vur 18, bərabərdir x vur 26-ya. Bunu hesaplayan zaman, deməli 240, 16, 256 üzərinə gəl. 45-i 18-ə vururam. Deməli, 810 olacaq. Bərabərdir 26x-a. 256 və 810-u cəmləyirəm. Deməli, 1066. Bərabərdir 26 vur x-a. X-a bərabərdir. Vur 26 digər tərəfə böl 26 kimi keçir. Yəni, 1066 böl 26. Bunu hesablayıram. X bərabər olacaq. 106-nın içində 26. 4 dəfə yerləşir. 4 dəfə 26-da yenə 1. Deməli, x bərabərdir 41. Cavabımız olur 41%. 25-ci suala baxırıq. Oturacağı bərabər yanlı 3 bucaq olan
Düz prizmanın hündürlüğü 5 santimetrdir. Hündürlüğümüz 5 santimetr. A bəndində deyir ki, prizmanın oturacağın tərəfləri 6-6-8 olarsa, yan səthinin sahəsini tapın. Esyan, sual. Deməli, düz prizmanın yan səthinin sahəsi esyan bərabərdir. Gəlin bu sual işarəsini silək. Esyan bərabər oturacağın perimetri vurulsun hündürlük düsturu ilə hesablanır. İndi burada hündürlüyümüz məlumdur ki 5'dir. Oturacağın perimetrini tapaq. Oturacağının perimetri. Deməli, perimetr nədir? Tərəflərin uzunluqlarının cəmi. 6, 6 və 8. Bunların cəmi olur 20. Onda oturacağın, yəni oturacağın yerinə 20 yazıram. Hündürlüyün yerinə də 5 yazıram. Bu da olur 100 santimetr kvadrat. Daha sonra A bəndi bitdi. İndi B bəndinə baxaq. Deyir ki, oturacağındakı üçbucağın tərəflərinin biri 10 santimetrdir. Bu tərəfə çəkilmiş hündürlük 4,8 santimetr olarsa, prizmanın həcmini tapın. Prizmanın həcmi oturacağın sahəsi vurulsun hündürlük düsturu ilə hesablanır. Hündürlük məlumdur, 5'dir. Amma oturacağın sahəsi məlum deyil. Oturacağın sahəsi, oturacaq hansı fiqurdur? Üçbucaqdır, düzdür. Üçbucağın sahəsi 6-cı sinifdə bilmirəm keçirilib yoxsa yox. Amma mən bilin yuxarı sinifdə keçirilirdi 8-də. Nəysə, deməli, düsturumuz belədir. Oturacağın sahəsi, deməli, hər hansı bir tərəf verilib. Məsələn, üçbucağın sahəsi kimi yazaq? Bunu belə yazmayaq. Bir dəqiqə. Üçbucağın sahəsi. Deməli, üçbucağın sahəsi hesablanır. Hər hansı bir tərəf, məsələn, A tərəfi vurulsun, həmin tərəfə çəkilmiş hündürlüklə hesablanır. Vurulsun 2'də 1 təbii ki. İndi bizim burada 2'də 1 vurulsun, tərəfin uzunluğunu 10 santimetr verir. 10 vurulsun, həmin tərəfə çəkilmiş hündürlük isə 4,8'dir. 2'ye ixtisar aparanda 2 onda 4, 3 onda 4 ona vuranda 24 santimetr kvadrat alınır. Həcm istəyir bizdən. Həcmdə 24 santimetr kvadrat vurulsun 5 santimetr. 24'də 5'e vuranda 120 santimetrin bu olacaq. 26-cı suala baxıram. Deyir ki, ədəd oxunda A nöqtəsi ilə B nöqtəsi arasındakı məsafə 2 vahid olarsa, x-in mümkün qiymətlərini tapın. Deməli, A və B-nin arasındakı məsafə 2'dir. Yəni, B nöqtəsi A-dan 2 vahid sağda da yerləşə bilər. Bax, burada da yerləşə bilər və yaxud da 2 vahid solda da yerləşə bilər. Gəlin birinə B1 deyək, bir digərinə B2 deyək. Əgər, gəlin belə yazaq, B1, bu olsun, məsələn, solda yerləşən, düzdür, soldakı. Onda B-nin koordinatı A-dan 2 vahid soldadırsa 2 vahid azaldıram. Yəni, A-nın koordinatı -6'dır. 2 vahid soldadırsa azaldıram. Çıxılsın 2 bərabərdir -8. Deməli, x-in bir qiymət olur -8. Burada -8 solda. Sağdakı qiymət isə sağda. 2 vahid artırıram. Deməli, A-nın koordinatı -6'dırsa sağda üzərinə 2 gəldirəm, -4. Deməli, B-nin, yəni x-in bir qiyməti də -4'dür. Mümkün qiymətlər -8 və -4. 27-ci suala baxaq. 27. Aşağıdakı sualları tənlik qrup həll etməklə cavablandırın. A bəndində hansı ədədin əksi özündən 10 vahid bölüşür? Hansı ədəd deyir? Bilmirəm. Bilmədiyim şey riyaziyyatda x-dır. Deyir ki, ədədin əksi. X-in əksi nədir? -x-dır. Əks ədədlər nədir? İşarə ilə fərqlənən ədədlər. -5, 5, -4, -4. Yəni, yalnız işarəsi fərqlənir. Hansı ədədin x-in əksi, yəni -x, özündən 10 vahid böyükdür? Aha, yəni, x-in üzərinə 10 əlavə etdiyim zaman onun əksi alınır, yəni -x alınır. Burada tənliyi həll edən zaman demişik ki, dəyişənlər bir tərəfdə olmalıdır, ədəddə, yəni sərbəst ədədimizdə bir tərəfdə. X olduğu kimi qalır. -x digər tərəfə keçəndə olur müsbət x, üstə gəl 10 yazılıb, digər tərəfə keçəndə olur -10. X-in üstünə x gələndə 2x bərabər -10,
X da neçəymiş? -10 bölünsün 2. Yəni -5. Hansı ədədiymiş? Deməli -5 imiş. Çünki -5 əksi olacaq bunun -5. Özündən 10 vahid böyükdür. İndi B bəndinə baxıram. Hansı ədədin, yəni x-in özü ilə əksinin fərqi əksi olacaq bunun -x. Bunların fərqi, onda çıxılsın yazıram da, fərqi yazıram. Bərabərdir 12-yə. Aha. X mənfi ilə mənfi toqquşanda olur. Üstəgəl x bərabər 12. 2x bərabərdir 12. X da olur 12 böl 2. Yəni 6. Həqiqətən yoxlasam, deməli, ədədim 6-dır. 6-nın əksi -6-dır. Bunların fərqi, yəni 6 çıx -6 ilə 12-yə bərabərdir. Deməli, burada da həllimiz 6 alınır. 28-ci sual. Evklid başlanğıclar əsərini eramızdan əvvəl 300-cü ildə yazıb. Eramızdan əvvəl, yəni sıfırdan solda. Sıfırı bizim eramız kimi fikirləşin. Eramızdan əvvəl, yəni solda 300-cü il deyir. 300. Amma sıfırın solunda müsbət 300 yerləşə bilmirdi. Ona görə mən bura -300 yazıram. Deyir ki, bu əsər həndəsə və ədədlər nəzəriyyəsinin əsasını təşkil edir. Evklidin başlanğıclar əsəri neçə il qabaq yazılıb? Aha. Hal-hazırda biz 2026-cı ildəyik, düzdür? Aha. İndi əsər buradadır. Məsələn, buna bir E hərfi desək. Evklidin əsəri buradadır. Və deyir ki, hal-hazırda neçə il qabaq yazılıb? Neçə il qabaq yazılıb? Yəni, mən bax, bu məsafəni tapmalıyam. Ədəd oxunda iki nöqtənin arasındakı məsafəni tapan zaman birindən digərini çıxıram. Yəni, 2026-dan çıxıram -300-ü. 2026 mənfi ilə mənfi toqquşanda olur -300. Aha. 2026-nın da üzərinə 300 gələn zaman 2326 il. Bu günlük bu qədər uşaqlar. İzlədiyiniz üçün təşəkkür edirəm. Videom sizin üçün faydalıdırsa kanalıma abunə olmağı, videonu bəyənməyi və şərh yazmağı unutmayın. Növbəti videolarda görüşənədək hələlik.